Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? İnşallah ki, yaxşısınız özünüz, avtomobilləriniz də yaxşıdır. Belə bir tıxac şəraitindəyəm. Bu bizim Pirşağı kəndində körpünün üstüdür. Dedim sizin mənə ünvanladığınız suallardan bir neçəsini cavablayım. Hansıları ki, orada cavablaya bilməmişəm, cavabsız qalıblar. Belə video şəklində cavab verirəm ki, əgər ki, eyni şəkildə suallardan kimsə ünvanlayırsa, o da öz bu sualına bu videoda cavab tapa bilsin. Deməli, birinci sualımızı ünvanlayıb bizə Elçin Allahverdiyev. Deməli, sualımız belədir. Qardaş, məndə sürəndə reski yanır, sönür, saxlayıb söndürəndən sonra xodlayıram, 1 dəqiqədən sonra sönür. Deməli, bu sualı bizim iştirakçımız, izləyicimiz Check Engine videosunun altına yazıb. Mən də elə başa düşdüm ki, elə burada söhbət də həmin o işıqdan gedir. Yəni, bu cihazlar panelində yanan Check Engine işığından gedir. Deməli, qardaş, buradan sizə belə bir söz deyim. Əgər o işıq yanırsa, avtomobil bir mənalı elektron diaqnostika olunmalıdır. Bir mənalı. Onun başqa yolu yoxdur. Heç bir dil avtomobilin dilini bilmir. Onun dilini ancaq və ancaq o dildə danışa bilən Skyner bilir. Və beləliklə o Skyner sizə öz dilində o nasazlığı deyəndən sonra siz də onu əlbəttə ki, bizim insanların danışdığı dilə çevirirsiniz və avtomobilin nasazlığını aşkar edirsiniz. Əlbəttə ki, burada ustanın keyfiyyəti, iş qabiliyyəti çox vacibdir. Ona görə belə deyək, yaxınlaşdığınız diaqnozda mütləq şəkildə etibar etməyiniz vacibdir. Mütləq diaqnostika elətdirin. Digər sualımızı oxuyuram. Deməli, digər sualımız verib Elvin Axundov. Məndə Chevrolet Avoider 1.6.2014 servis, antifriz azalması var. Bir ay 10 günə falan 1 litr əlavə edirəm. Amma sən dediyin göstəricilərdən heç biri yoxdur. Nə yerə axır, nə salona, nə korobkaya qarışmayıb. Nə qulştel, nə tüstü heç bir yerdə yoxdur. Getmədiyim usta qalmayıb, hətta antifriz paçokunu təzyiq də verdilər. Çıxmadı üzə. Çıxsın üzə, sızma, 1 qram sızma çıxmadı. Heç bir yerdən səbəb tapa bilmirəm. Nədən olar səncə? Deməli, qardaş, belə olan halda sizin avtomobilinizə hər hansı bir qulluğun göstərilməsi uzun müddətli diaqnostika prosesinə çevrilir. Yəni, mən birinci sizə məsləhət görərdim ki, bir usta olaraq, avtomobilinizi bir 4 gün, 5 gün idarə eləməyəsiniz. Lap olsun 2 gün, 3 gün idarə eləməyəsiniz və sərin bir yerdə saxlayasınız. Məsələn, göydələnlərin zirzəmisində ola bilər. Saxlayandan sonra yaxşı işıqlandırılmış bir fanarla, işıqlandırma qabiliyyəti güclü olan bir fanarla mühərrikxananı yenidən gözdən keçirdəsiniz. Avtomobili işə salmamaq şərti ilə. Əgər ki, belə bir hal axıntı, sızıntı gözlə müşahidə olunmasa və əgər ki, soyutma mayesi azalmasa, bu deməkdir ki, sizin soyutma mayeniz sürüş halında itir. Sürüş halında soyutma mayesi təzyiq altında olduğuna görə sizdə olan həmin o sızıntı yeri çox kiçikdir və çox istidir və çox qaynardır. Yəni, maye ora tökülən kimi yoxa çıxır. Siz onu görə bilmirsiniz. Və beləliklə, bu ya mühərrikin içidir, nə bilim, ara qatı ola bilər, mühərrikin silindir başlığı filan ola bilər. Elə yerlər ola bilər ki, heç usta onu görməyə bilər, əlbəttə ki. Və yaxud da ki, elə bir yer ola bilər ki, məsələn,
sobadan ola bilər, amma elə bir vəziyyət ola bilər ki, heç salona onun axıb tökülməsindən ötürü vaxt məhdudiyyəti çox az olar. Belə ola bilər. Nə bilim, yenə də 1-2 gün avtomobilinizi saxlayın, sürməyin. Soyuq bir yerdə, yəni sərin bir yerdə saxlayın, ondan sonra bir də müşahidə eləyin vəziyyəti. Çox çətin bir haldır, çox qəliz bir diaqnostika prosesidir. Deməli, növbəti sualımızı oxumaq istəyirəm. Elgün Rıza adlı iştirakçımız, daha doğrusu izləyicim verib bu sualı. Bir dənə üzr istəyirəm, kəndin içindən çıxım oxuyaram. Deməli, sualımızı oxuyuram. Elgün Rıza adlı iştirakçımız verib. Salam usta, bir sualım vardı sizə. Deməli, məndə Chevrolet Cruze 2015-dir. Belə bir problem var ki, maşın D və ya R-ə atanda, ayağı tormaza basanda maşın drajeniya verir. Neytral motor sanki pirboylayır, ancaq parking və neytrala atanda hardasa sakitləşir. Buna səbəb nə ola bilər? Deməli qardaş, buna səbəb mühərrikin yastığı ola bilər. Belə ki, siz avtomobili drive və yaxud da ki reverse rejiminə keçirdəndə avtomobildə sürətlər qutusunu işə qoşursunuz və beləliklə mühərrik gücə düşür və bununla da yastıqlar üzərinə yıxılma baş verir. Mühərrikin sağa və yaxud sola yıxılması baş verir və hər hansı bir yastığın, mühərrik yastığının, mühərrik belə deyək də dirəyinin nasaz olması sizin avtomobilinizin bortuna vibrasiya şəklində verilə bilər. Amma o ki qaldı ki, drive və yaxud da ki reverse eləyəndə avtomobil siz demiş pirboyluyur, yəni qeyri-müntəzəm işləyir. Bu deməkdir ki, burada ya yanacaq çatışmamazlığı var, ya da hava hesabatında problem var. Ona görə də sizin avtomobiliniz diaqnostika olsa daha yaxşı olar. Çünki belə halda avtomobili qiymətləndirmək bir balaca çətindir. Amma yenə də, əgər avtomobili drive-a qoyursunuz, reverse-ə qoyursunuz, titriyir, neytral və parking gelirsinizsə, sakitləşirsə, bu çox böyük ehtimal ki, mühərrik yastıqları və yaxud da ki, sürət qutusunun yastığından ola bilər. Növbəti sualımızı oxuyuram. Deməli, növbəti sualımız Fan TV izləyicimizdən verilib. Yəni, onun belə bir logini var, paroli var, belə deyək, akkauntu var, Fan TV. Yağın maksimumdan minimuma düşməsi nə qədər yağ yeyir? 1 yoxsa 2? Deməli, qardaş, 99% avtomobillərdə bu şüpun göstəricisi maksimumdan minimuma 1 litrə bərabərdir. 99% avtomobillərdə. Sizin avtomobilinizin markasını bilmədiyimizə görə, siz avtomobil barəsində heç bir məlumat yazmadığınıza görə, onu da 99% avtomobillərin sırasına qataraq belə hesab edirik ki, onun da maksimumdan minimuma olan hesabatı 1 litr yağa bərabərdir. Belə. Növbəti sualı oxuyuram. Akif Mirzəzadə adlı izləyicimiz verib sualı. Salam, hərəkətə keçən zaman mən skorusu ilk öncə neytrala atıram. Daha sonra əl əyləcini buraxıram və sonra reverse və yaxud drive-a atıram. Deməli, qardaş, bunu eləməyinizin səbəbini bilmirəm. Niyə görə belə eləyirsiniz? Bilmirəm nəyə görə belə eləyirsiniz. Amma yaxşı olar ki, birbaşa reverse və yaxud da ki drive-a, yəni avtomobilin sürmə təlimnaməsinə uyğun olaraq avtomobili işə saldıqdan sonra birinci avtomobilə yük verilməli, sonra isə əl əyləci buraxılmalıdır. Yük verməkdən ötürü də siz avtomobilin mühərrikinə, daha doğrusu yük verilməli. Mühərrikinə yük verməkdən ötürü ya avtomobili reversə ya da drive-a qoymalısınız. Ondan sonra əyləcini buraxmalısınız. Belə ki, əgər siz yoxuşda olsanız, siz ayağınızı
tormoz pedalından, yəni əyləcdən çəkəndən sonra avtomobiliniz ya irəli, ya geri hərəkət eləməyə başlayacaq. Çünki sizin avtomobiliniz neytraldadır. Ona görə də avtomobilinizi ya reversə qoyun, ya da drive-a qoyun. Ondan sonra əl əyləcini buraxın. Yəni təlimnaməyə riayət edin zəhmət olmasa. Yolda qalmayın.